Salam. Time 2025-ci ilin 7-ci mövzusuna baxırıq. Sequence of tense, zamanların ardıcılığı. She learned from her science class that water below 0 degrees centigrade. O, elm dərsindən, həyat bilgisindən öyrənmişdi ki, su 0 dərəcədə donur. Baxın, yadınıza saxlayın. Hər hansı bir təbiət qanunu varsa, su 0 dərəcədə donur, 100 dərəcədə qaynayır və yaxud da günəş şərqdə çıxır, qərbdə batır. Belə bir şeylər həmişə indiki zamanda olur. İndiki sadə zamanda olur. Bunu yadınıza saxlayın. Ona görə iki variant arasında qalırıq. Qələmimizi götürək. B yazırmı ki qələmimiz? Yazda. B və E arasına qalırıq. Digər variantlar isə ikinciyə baxaq. Who food in your family when your mom is away? Sənin anan evdə olmayan zaman yeməkləri kim bişirir? Baxın, ümumi bir söhbət. Buna biçmiş zaman verə bilmərik. Ümumiyyətlə, anan evdə olmayanda yeməyi kim bişirir? Cavabımız bir bəndi. İkinci suala baxırıq. Which variant has a future meaning? Gələcəklik anlayışı olan söz istəyir bizdən, mənanı istəyir. Hansı variantda gələcək anlayışı var? The plane reaches at 10 p.m. Bəli, burada var. Baxın, saat 10-da təyyarə çatacaq. Görürsünüz, gələcək zamanlıq. İndiki sadə zamanda verirsə də gələcəkli anlayışı var. She's going to London next week. Yadınıza saxlayın, to be going to həmişədən demişik ki, gələcəkli anlayışı bildirir. Cədvəllərdə, cədvəl üzrə olan hər hansı bir qayda, qanunlarda. She's looking for a better job. O, yaxşı bir iş üçün, yaxşı bir iş axtarır. Burada gələcəkli yoxdur. Cavabımız C-bədir. Üçə baxırıq. Find out the most appropriate option for the sentence given below. Aşağıda verilən cümlələrdən ən düzgününü, ən yaxşısını seçirik. Last, the children were seen near the bank. Son dəfə uşaq bankın yanında görülmüşdü. Since then, local police them have been looking for verməliyik. Hələ də o vaxtdan bəri yerli polis onu axtarır. Zaman var, keçmişi anlayışını əvvəlcədən verib və müəyyən bir zaman var, hələ də axtarılır, yəni tapılmayıb. Ona görə have been looking verməliyik. Yəni də digər variantlara baxaq. Məsələn, iki variant arasında qalsanız, düşünsəniz ki, burada nə olar, ikinci variantda nə olar? Yəni də ikiyə baxaq. The children to the school since they moved here. Uşaqlar bura köçəndən bəri orada məktəbə piyada gedir. Baxın, hələ də hərəkət bitməyib. Ona görə də indiki bitmiş tamamici veririk. Have been walking. Üçə baxırıq. A few hours ago, it was reported that local police had been looking for the children since they disappeared. Baxın, sincedən sonra keçmişi anlayış var, əvvəldə keçmişlik var və buna görə də keçmiş, bitmiş davam edici verə bilərik. Cavabımız C-bəndi. Bir neçə saat sonra report olundu ki, məruz olundu ki, yerli polis uşaqlar yox olandan bəri onları axtarırmış. Cavabımız C-bəndi. 2-də də C-dir. 4-ə baxırıq. The International Olympic Committee was created on June 23, 1894. And the Olympic movement growing ever since. Baxın, since var, bitmişliyi verməliyik. Bunlar getdi. Hadn't mi verək, hasn't mi verək? Cavabımız hasn't olacaq. Çünki hələ də Olimpiya oyunları davam edir. Cavabımız İ-bəndi. Deyir ki, Beynəlxalq Olimpiya Komitəsi iyunun 23-də 1834-cü ildə yaranıb və Olimpiya hərəkatı o vaxtdan bəri hələ də davam edir. 5-ci sualımıza baxırıq. According to the new schedule, yaxşı düşməyib. Team every Tuesday, Friday and Sunday next month, but they birincisi are going to train, ikincisi isə bu revert olmalıdır. Bu test yaxşı düşməyib, buna görə üzr sayın.
Altıncı suala baxırıq. By the end of the month. Baxın, bayı gördünüzsə, mütləq şəkildə bilin ki, bitmiş zaman olmalıdır orada. İndi baxaq görək nəyin bitmiş olacaq. By the end of the month. Ayın sonuna qədər gələcəklik anlayışı var. The first stage of the treatment will have been completed and the doctors will know then if the disease is being responded well. Birinci tərəfdə gələcək bitmişin davam edicisi olmalıdır. Ona görə bircə variantımız var. Cavabımız C bəndidir. İ bəndində gələcəkli var, ancaq gələcək bitmiş yoxdur. Bay olan yerə bitmiş verməli sizə. 7-ci suala baxırıq. In 1619, the first African slaves, baxın sizin göstəriciniz bu olacaq. 1619-cu ildə keçmişlə baş verib, keçmişlə qaldı. Başqa heç ikinci sərfə baxmağa ehtiyac yoxdur. Bircə variantda keçmişlik var, cavab B bəndi. Bir dənə ipucunu görsəz cümlədə düzgün zamanı tapa biləcəksiniz. Çox vaxt müəllimlərimiz qarışıq salır. Düşünürlər ki, zaman mövzusu çox çətin mövzudur. Ancaq sayıcı olaraq diqqətli olsaq, zaman mövzusu ən asan mövzulardan biridir. Throughout history, tarix boyu, nə olub tarix boyu? Baxaq. People, extraordinary pain, medical complications, and even the risk of death. People from trying to become more beautiful. Baxın, artıq bu cümləni tərcümə etmək lazımdır. Elə throughout history də bizə bir ipucudur. Tarix boyu, hələ də tarix bitməyib, hələ də davam edir. Ona görə də bura bitmiş zaman verməliyik, indiki bitmiş verməliyik. Tarix boyu qeyri-adi, insan bədənində olan qeyri-adi şeylər sadəcə olaraq dəb üçündür və ağrı, tibbi şikayətlər, hətta ölüm riski neyniyib, onları ruhdan salmayıb. Cevabımız olacaq D bəndi. Burada elə qaralayıram ki, bütün variantlar gedir. Davam edək. 9-a baxırıq. Qələmimizi yenə də götürək. And suddenly Scarlett remembered that she too that read her. Birdən Scarlett xatırladı ki, she was frightened too. O da qorxub. And that Fate was leaving. Fate oranı tərk edib. Estella will have finished her exams by, baxın by var. Bitmiş zaman olmalıdır. Variantlara baxırıq. Hardadır bitmiş? E ilə I arasında qalırıq. E'də isə had been frightened verə bilmərik. Was frightened olmalıdır. Ona görə cavabımız İbəndir. Çünki frightened sözü davam edici zamanda olmur. Qorxmaq sözü necə davam edici olsun? I am frightening. I was frightening. No, I frightened. 10-cu suala baxırıq. Since I, baxın since var. Bitmiş zaman verməliyik. Baxaq görək hansı bitmiş veririk. Since I got a credit card. Since'den sonra ümumiyyətlə keçmiş sayılı olmalıdır. Bir tərəf keçmiş sayılı, bir tərəf bitmiş olmalıdır. Ona görə keçmiş sayıları saxlayaq. Since I got a credit card, I has olmaz. İki variant arasında qaldı. I have spent a lot of money on my unnecessary things, so wasting too much money left me flat broke. No. Cavabımız C-bəndə olacaq. Deyir ki, mənim kredit kartım olandan bəri mən çox pul xərcləyirəm lazımsız şeylərə və həddindən artıq pul xərcləmək mənə evi brok etməyə, oğurluq etməyə, mənzildən oğurluq etməyə məcbur etdi. 11-ci suala baxırıq. The fast food industry spends over 33 billion a year to attract customers to its restaurants. Spends over indiki sayılı zamandadır, bəli, problem yoxdur. The popularity of fast food restaurants over the past 30 years has contributed to the obesity epidemic. Deyir ki, fast foodun məşhurluğu, məşhur fast food restoranları son 30 ildə obezity xəstəliyinə, yəni piylənməyə töhfə verib. Contribute to ilə işlərini yadınızı saxlayın. 12-ci suala baxırıq. The cave for, baxın for varsa bilin ki, indiki bitmişin davam edicisi olacaq.
Hansı variantlarda var? Ve burada last year var. Yadınızda saxlayın. Last year varsa deməli keçmiş bitmişin davam edicisi ve geçmiş sadece zaman forması cevabımız E-bəndi. Mağaranın son 3 ilədək olan explorers, yəni tədqiqatı keçən zəlzələ davam edənədək oldu. Find out the most appropriate variant by the sentence given below. James, why is your leg is a plaster cast? What has happened? Sənin ayağın niyə plasterdadır? Nə baş verib? Well, yesterday afternoon, baxın keçmiş zamanı verdi. When I was walking home from school, evdə məktəbə gedərkən I slipped on the ice and I broke my arm. Bəli, hamısı keçmiş zamanda baş verir. Bircə when-i veririk, gedərkən olur. İndi keçmiş davam edici veririk, sonra isə qalanını davam edicidə yox, past simple-da veririk. 14-cü suala baxırıq. Yenə də bayı gördük. Bayı gördüksə nə etməliyik? Burada bitmişlik anlayışı axtarmalıyıq. Baxın, bitmiş olmayan variantı sildik. Digər bəndlərə baxırıq. By the time the sun behind the mountains sets. Baxın, mountains cəmdədir. Ona görə bu setslərdə getdi. Eynən B getdi. C və E arasında qalırıq. Will set will have been talking about as if will be there last week. Cavabımız C bəndi olar. Deyir ki, günəş dağın arxasından çıxana dək biz 5 saat ki söhbət edirdik və son günümüz kimi hiss edirdik. 15-ci suala baxırıq. Find out the appropriate tense forms of the sentence given below. Aşağıda verilmiş cümlə. If you come across a new word, əgər sən yeni bir sözə rast gəlsən, you make a picture in your mind of the word and the thing it represents. Buna zero conditional deyirlər. Hamısı indiki zamanda. Yadınızda saxlayın ki, həmişə indiki zamanda bir tərəf indiki zaman, bir tərəf gələcək zamanda olacaq deyə ifli cümlədir daha doğrusu. Bir şey yoxdur. Yəni would-la da ola bilər, said would deyə ola bilər, nəzərən də ola bilər. Sonra conditionallar var axı. Ona görə bu zero conditional yadınızda çıxartmayın. Çox vaxt müəllimlər burada qarşılıq salır. Zero conditional unudurlar. 16-cı suala baxırıq. After divorce, ayrılıqdan sonra life was hard and bitter for the couple. Geçmiş zaman verməliyik. Ayrılıqdan sonra they remained a complete strangers to each other as if they had never met before. Ayrılıqdan sonra həyat çox çətin və acı idi hər iki cütlük üçün və onlar elə sakit qalmışlar ki, elə bir heç bir-birlərini tanımırdılar, görməmişdilər. Əzif sözünü yadınızda saxlayın, güya deməkdir. Güya ki, bir-birlərini tanımırlar. 17-ci suala baxırıq. Cosmetics have been olar, has olmaz. Is olmaz. Cəmdə daxı baxın. Is getdi, was getdi. İki variant arasında qalırıq. In use for thousands of years and while many types of cosmetics, yenə də types var və cəmdə verməliyik. Cəmdə də bir bənd. Görürsünüz, əslində necə də saydadır bu zamanlar. Diqqət lazımdır. As soon as they if kimidir, if kimi cümlələri əvəz eləyir. Ancaq burada elə işlənmir. As soon as they had seated themselves, a servant entered with the tray. Yəni, onlar oturan kimi servant, xidmətçi onlara tray ilə sinidə xidmət etdi. Sində içəri girdi. 19-cu sual baxırıq. When Melania woke, Melania yeriyən zaman the sun was pouring through the tears and everything was silent. When var, walk var, keçmişlik var. Deməli, keçmişlə verməliyik. Günəş ağacın üzərinə şığıyırdı söz var bir də.
gücü düşürdü ve her şey sakit idi. Jack lit the fire at 5 o'clock and it was burning brightly when his wife came in at 6:30 ve was burning verici. Jane ocağı yandıran zaman saat 5'te, yoldaşı 7:30'a gələndə, 6:30'a gələndə o çox güclü yanırdı, yaxşı yanırdı mənasında işlənir. 20-ci suala baxırıq. Him years ago. Ego var baxın. Mit verməliyik. Ona görə C getdi, I getdi. I met him years ago before the war had changed or changed. Change var əlbəttə. Keçmiş sayda veririk. He in the same company for the last 10 years. Baxın for var. Və burada bilirik ki bitmişin davamisi olacaq. Cavabımız eyvəndir. Ey deyib beni qaralayıram. Ey. 20-ci suala baxırıq. Enola, why were you absent from the last rehearsal? What happened? Nə baş verib? While on the way to the theater, I was walking on the ice, slipped and sprained my ankle. Baxın, bayaqki cümlədir. Nə baş vermişdi? Keçən dərsən yox idin. Keçən məşqdə yox idin. Mən teatra gedən zaman on the way to the theater. Baxın, bunu yanınıza saxlayın, da qəşəng birləşmədir. Gedən zaman yıxıldım, buzda sürüşdüm, ayağımı qırdım, topuğumu əzdim və s. Belə. Əgər ehtiyac olarsa şərhlərdə yazarsınız. Bu videonun arxasını çəkim. Başqa hansı videoya ehtiyac varsa, hansı bölmədə çətinlik varsa, yenə də şərhlərdə görüşərik. Bəyəndisə like edib abunə olmağı unutmayın. Hələlik.